yerli komandanın qapısını bugün Otto Goşadze qoruyacaq ilk oyunda olduğu kimi. Onu necə görəcəyik? Vierinha oyuna başladı Zirə komandasından və Muçinzi topu irəliyə doğru göndərir. İlk hücum cəhdi komandamızdan yanaşır. Bu da təbii sayılmalıdır. Komandamız Gürcüstana 3-0 hesablı, inamlı qələbədən sonra gəlib. Əla bir ötürmə, Konate, yaxşı hərəkətlər Konate'dən, ötürmə vermək lazımdır. Konate özü zərbə vurur və top qapının yanından keçir. Ancaq orada ötürmə gözləyirdi Eren Aydın. Topu ona ötürmək olardı. Bir qədər mən deyərdim ki, bu epizodda xəsislik etdi Konate. Fikir verin, çox gözəl ötürmə verilmişdi ona. Volkov tərəfindən Konate Eren Aydın'ı düşünə bilərdi, ancaq özü qapıya zərbə indirmək qərarına gəldi və zərbəsi də dəqiq alınmadı. Martin Junior, Konate ötürməsi, qapı boşdu və 1-0! Top qapıdan keçir. Eren Aydın fərqlənir qarşılaşmanın 25-ci dəqiqəsində. Martin Junior'un golda payı çox böyükdür. Eren Aydın ilk oyunda gol vurmasa da golların vurulmasında çox fəal iştirak etmişdi bu futbolçu. Yenə rəqibin müdafiədə buraxdığı kobud bir səhv. Martin Junior ötürməni qəbul etdi. Rəqibin ötürməsinin qarşısını kəsdi və İbrahim Konate bu dəfə yadınızdadırsa bundan əvvəlki epizodda etmədiyini bu dəfə etdi. Topu Eren Aydın'a verdi və Eren Aydın da boş qapını dəqiq nişan ala bildi. Bir daha xatırladaq ki, rəqibin müdafiədəki növbəti kobud səhvindən çox yaxşı yararlanır komandamız və 25-ci dəqiqədə Türkiyəli futbolçumuz Eren Aydın'la hesabı açırıq. Rəqib qapısına yol da tapa biləcək. Amin Seydiyev Vierinha'nı çox gözəl gördü. Vierinha'dan Qismət Aliyev Martins Junior'la oynadı. Junior qapıya birbaşa zərbə, top qapının üstündən keçir. Bəli, yoxlamaq lazımdır belə epizodlarda. Uzaqdan zərbələrlə də rəqib qapıçını narahat etmək lazımdır. Necə ki, bu epizodda Martins Junior bunu etdi. Latsabidze ilə oynayır, Latsabidze. Bukia'dan Felipe Pires'e ötürmə. Pires bir futbolçumuzu keçdi. İkincisində keçir. Pires uzaqdan zərbə, dəqiq deyil. Junior. Konate. Yenidən Junior. Topu digər istiqamətə doğru göndər. Amin Seydiyev. Seydiyev irəliləyir. Amin Seydiyev. Qapıya doğru zərbəsi və gol! Amin Seydiyev. Zirənin heyətində ilk golunu vurur Amin Seydiyev. 2-0. Önünü çox yaxşı açdı. Çox yaxşı açdı, irəlilədi və bu məqamda izləyirik epizodun təkrarını. Amin Seydiyev burada Eren Aydın'ı da alqışlamaq lazımdır. O da demək olar ki, bir neçə futbolçunu öz ardı ilə arxasınca apardı. Bəlkə də Amin Seydiyevin önünü açdı və belə də Amin Seydiyev qapını dəqiq nişan alır. Göndərir Renato istiqamətinə. Quime. Əla bir ötürmə Quima'dan Eren Aydın. Cərimə meydançasına daxil olur Eren Aydın. Qapıya doğru zərbəsi, top qapının yanından keçdi. Eren Aydın dubl etməyə çox yaxın oldu və Vierinha'nın möhtəşəm ötürməsini qeyd etmək lazımdır bu epizodda. Fikir verin, oyundan kənar vəziyyət yoxdur. Çox yaxşı gördü Eren Aydın'ı irəli istiqamətində və Eren Aydın cərimə meydançasına daxil oldu. Bir qədər sürüşdü, bəlkə də bu onun sürətini bir qədər azaltdı. Ancaq istənilən halda qapıya zərbə vurmağa imkan tapdı Türkiyəli futbolçu. Qeyd edim ki, Dick Schuster müqaviləyə görə ilinə 1.200.000 avro maaş alır bu komandada. Bəlkə də elə azarkeşlər də bunu bilərək belə şüallar səsləndirirlər. Zirə isə az qala 3-cü topu rəqibin qapısına vuracaqdı. Bəli, çox təəssüf İbrahim Konate. Özü bir asistlə artıq yadda qalıb, bir məhsuldar ötürmə verib. İndi
Konate'nin özü də fərqlənməyə çox yaxın oldu. Eren Aydın'ın yenə ötürməsini qeyd etmək lazımdır. Əgər gol olsaydı çox gözəl bir gol izləyəcəkdik. Tabanı ilə topu qapıya göndərmişdi bu epizodda. Ediyev. Volkov istiqamətini. Volkov bugünkü oyunda bir qədər kölgədə qalıb, görünmür sanki. Ancaq birinci oyunda fərqlənmişdi. İkinci topu rəqibin qapısından vuran futbolçu Sumqayıtdakı oyunda məhz Volkov idi. Qapıya doğru zərbə və üçüncü top qapıdan keçir. Zirə futbolçuları üçüncü topu rəqibin qapısına vururlar. 3-0. Bu dəfə qapçının kobud səhvi qeydə alındı. Təkrarı izləyək. Eren Aydın yenə fərqlənir. Martin Junior'un ötürməsindən sonra topu qapıya bax beləcə göndərdi. Komandamızın 7 nömrəli oyuncusu bugünkü oyunda dubl edən Türkiyəli futbolçu Eren Aydın. İssa Cibrilya və Georgi Papunaşvili oyuna daxil olmağa hazırlaşır. Bu epizodda top qapı dirəyinə dəydi. Bəli, az qala indi top qapımızdan keçəcəkdi düz. Kuyma. Verinya. Verinya mərkəzdə irəliləyir. Önü boşdur. İstifadə etmək olar. 5 futbolçumuz rəqibin 3 oyuncusuna qarşı. Əla ötürmə ancaq Qoşadze. Keçmədi ötürməsi. Hücum davam edir. Bukia. Felipe Pires. Uzaqdan qapıya zərbə və qapı tiri. Top qapı tirinə dəydi. Növbəti həmləsi. Ancaq futbolçularımız yenə topu ələ keçirdilər. İndi növbəti əks hücum üçün yaxşı imkan var. Papunaşvili top istəyir. Top qapı qarşısına göndərilə bilər. Əla oynayır bu epizodda Juniors, ancaq 80-ci dəqiqə başlayır. Torpedo Kutaisi izlədə görüşündə komandamız ilk oyunda olduğu kimi 3-0 hesabı ilə öndədir. Kutaisi futbolçularından növbəti hücum. Diqqətli olmalıyıq. Aydın Bayramov və daha sonra Amin Seydiyev topu meydandan çıxarır. Arabidze. Pinson. Pinson topu itirdi. İssa Cibrilya. Mərkəzdə irəliləyir. Cibrilya. Volkov 2 oyuncusunu özü ilə apardı. Cibrilya. Qapıya doğru zərbəsi top qapının üstündən keçir. Qalkiperimiz səhvsiz oynadı. Papunaşvili. Amin Seydiyev. Bir qədər səhv etdi, ancaq komanda yoldaşı onu sığortalayır. Elə bu anda Macaristanlı hakimin final fiti səslənir. Zirə ilk oyunda olduğu kimi ikinci qarşılaşmada da, revanş qarşılaşmasında, təkrar oyunda da Torpedo Kutaisini bu dəfə Gürcüstanda, Kutaisi şəhərində 3-0 hesabı ilə məğlub edir.